Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Geçen derslerimizde biz genitiv, yelnik halını tələb edən söz önlər, dativ, yönlük halını tələb edən söz önlər, akusativ, təsirlik halını tələb edən söz önlər və veksel preposisyonun, yəni həm dativ, həm də akusativ halını tələb edən söz önlərini öyrənmişdik. Bugünkü mövzumuz isə reaksiondur. Reaksion nə deməkdir? Alman dilində elə feillər var ki, onlar cümlədən istifadə olunduğu zaman mütləq şəkildə söz önü tələb edir. İndi birazdan cümlələr içərisində izah etdikcə daha yaxşı başa düşəcəksiniz. Alman dilində qeyd etdiyim kimi elə feillər var ki, onlar mütləq şəkildə söz önü tələb edir. Və təəssüflər olsun ki, bizim bir tək yolumuz bu feilləri söz önü ilə bərabər əzbərləməkdir. Yəni başqa bir yolu yoxdur. Məsələn, öyrənirik abhängen feili aslı olmaq kimi tərcümə olunur. Amma nə vaxt? Abhängen von dativ olarsa, bu Azərbaycan dilinə aslı olmaq kimi tərcümə olunur. Yəni bizim Alman dilindəki abhängen feili özündən sonra von dativ halını tələb edən söz önünü tələb edir. Məsələn, biz Azərbaycan dilində olan bu cümləni Alman dilinə tərcümə etmək istəyiriksə, balaca uşaqlar valideynlərindən asılıdırlar. Buradakı feilimiz hansıdır? Asılı olmaq. Kimdən asılıdırlar? Valideynlərindən. Biz bilirik ki, söz önlər aid olduqları ismin qarşısında gəlirlər və bu isim ola bilər ki, istifadə olunur əvəzliklə. Artıq von özündən sonra dativ halını tələb edən söz ön olduğuna görə özündən sonra gələn ismin yönlük halda olmasını tələb edir. Və tərcümə edib deyirik ki, Die kleinen Kinder hängen von ihren Eltern ab. Balaca uşaqlar valideynlərindən asılıdırlar. Abhängen von dativ. Von, gördünüz, valideynlərindən asılıdırlar. Vonun aid olduğu söz valideynlər oldu. Ihre Eltern. 4 halda hallandırsaq, ihre Eltern, ihre Eltern, ihren Eltern, ihre Eltern. Von da özündən sonra dativ halını tələb edən sözün olduğuna görə bizə bu 4 formadan dativ forma lazım olur. Von, ihren Eltern. Söz önlər mövzusunu yaxşı başa düşmək üçün, mükəmməl bir şəkildə hallandırmağı bacarmaq üçün mütləq şəkildə bu dərsə gəlinə qədər olan isimlərin hallanmasını, artiklın hallanmasını, sifətin hallanmasını, əvəzliklərin hallanmasını mütləq, amma mütləq mükəmməl bir şəkildə bilmək lazımdır. Yox, əgər biz bu mövzulardan hər hansında birində zəifliyimiz varsa, bu zaman təəssüflər olsun ki, hər mövzunu başa düşməkdə çətinlik çəkərik. Çünki bütün mövzuların hamısı bir-biri ilə əlaqəli olur. İkinci nümunəmiz achten, diqqət yetirmək feili mütləq şəkildə auf, akusativ halını tələb edən söz önü ilə işlənir. Yəni əzbərləyəndə belə əzbərləyirik. Achten auf akusativ. Diqqət yetirmək. İndi cümlə içərisində istifadə etsək, insanlar həmişə sağlamlıqlarına diqqət yetirməlidirlər. Baxırıq, diqqət yetirmək, bəli, achten. Qeyd etdik ki, auf akusativini istifadə olunur. Aid olduğu söz sağlamlıqlarına. Deməli, aufdan sonra gələn söz, yəni ismin təsirlik halında olmalıdır. Die Menschen sollen immer auf ihre Gesundheit achten. İnsanlar həmişə sağlamlıqlarına diqqət yetirməlidir. İstifadə etdiyimiz feil achten özündən sonra auf söz önünü tələb elədiyinə görə aid olduğu sözdə oldu
sağlamlıqları. Auf ihre Gesundheit. Üçüncü feilimiz antworten. Cavab vermək. Auf akusativlə işlənir. Azərbaycan dilində olan bu cümləni o bu suala doğru cavab verdi. Alman dilində tərcümə etmək istəyiriksə, cavab vermək antworten. Bu suala artıq auf istifadə olunduğuna görə bizdə görürsüz bəzən üst-üstə düşməyən məqamlar olur. Bu suala yönlük halda olsa da, amma Alman dilində auf akusativ olduğuna görə biz auf diese Frage formasında deyirik və cümləyə baxsaq, antwortete richtig auf diese Frage. O bu suala doğru cavab verdi. Dördüncü sich erinnern, xatırlamaq feili an plus akusativ. Yəni an söz önünü tələb edir və təsirli halda olmalıdır. Desək ki, Martin tez-tez uşaqlığını xatırlayır, sich erinnern. Uşaqlığını artıq, yəni aid olduğu söz uşaqlığını. Ona görə andan sonra akusativ təsirli halda gəlməlidir. Martin erinnert sich oft an seine Kindheit. Martin tez-tez uşaqlığını xatırlayır. Daha sonra sich verlieben, aşık olmaq feili in plus akusativ. Sich verlieben feili in söz önünü tələb edir və aid olduğu söz təsirli halda olmalıdır. Məsələn, onun oğlu mənim qızıma aşık olub. Mənim qızıma yönlük halda olsa da bizim dilimizdə artıq Alman dilinin qaydası belə olduğuna görə an plus akusativ qızıma bunu təsirli halda biz deyəcəyik və deyirik ki, ihr Sohn hat sich in meine Tochter verliebt. Onun oğlu mənim qızıma aşık olub. Sich verlieben. In akusativ. In meine Tochter. Mənim qızıma. Altıncı, telefonieren. Mit plus dativ. Telefonla danışmaq. Telefonieren özündən sonra mit söz önünü tələb edir. Mit də özündən sonra dativ halın gəlməsini. Məsələn, atam dostu ilə danışır. Biz bu cümləni Alman dilində demək istəyiriksə, mein Vater telefoniert mit seinem Freund. Atam danışır dostu ilə. Telefonieren mit plus dativ. Mit'in ait olduğu söz dostu ilə. Mit seinem Freund. 7. Teilnehmen, iştirak etmək feili özündən sonra an plus dativ. An söz önünü tələb edir. An da özündən sonra yönlük halın gəlməsini tələb edir. Və deyirik ki, mən növbəti həftə mütləq o seminarda iştirak etməliyəm. Biz bu cümləni Alman dilində demək istəyiriksə, iştirak etmək feili teilnehmen. Özündən sonra an plus dativ olduğuna görə aid olduğu söz isə o seminarda. Ona görə də deyirik ki, nächste Woche muss ich unbedingt an jenem Seminar teilnehmen. Mən növbəti həftə mütləq o seminarda iştirak etməliyəm. O seminar, jenes seminar. Das seminar ismin qüvvətli hallanmasına aiddir. O seminar hallandırsaq, jenes seminar, jenes seminars, jenem seminar, jenes seminar. İndi an plus dativ olduğuna görə an jenem seminar. Nächste Woche muss ich unbedingt an jenem Seminar teilnehmen. Mən növbəti həftə mütləq o seminarda iştirak etməliyəm. Alman dilində
Reaksiyon tələb edən feillər həddindən artıq çox olduğuna görə mən burada sadəcə 7 feili nümunə çəkib izah etdim. Əgər istəsəniz Google-da reaksiyon der Verben formatda yazıb axtarış eləyə bilərsiniz. Müxtəlif PDF-lər gələcək. Çalışın ən çox istifadə olunan reaksiyonları əzbərləməyə çalışın. Daha sonra isə vaxtınız olarsa A1, C2 səviyyəli bir PDF var. Mən onu tapsam videonun altında linkdə yerləşdirəcəm. Daxil olarsa orada, yəni qruplaşdırıblar. Məsələn, an dativi tələb edənlər, an akuzativi tələb edənlər, fürü tələb edənlər, ondan sonra miti tələb edənlər və s. Akuzativi tələb edənlər hansı feillərdir? Bəlkə də onlar da bir qismi olar. Çünki alman dilində çox söz olduğuna görə məncə ən çox istifadə olunan feillərdən hazırlanıb. Onu yükləyərsiniz, tərcüməsinə baxaraq, elə orada da hansı ki cümlələrlə örnəklər göstərilib, oradan əzbərləyə bilərsiniz. Yəni bu mövzunun bir tək yolu, dediyim kimi, feilləri reaksiyonları ilə əzbərləməkdir. Bu mövzu əgər siz sıfırdan alman dilinə başlamısınızsa, tək başına məşğul olursunuzsa, bəlkə də, yəni %100 əminəm ki, çox çətin, çox qəliz gələ bilər. Amma müəyyən qədər məşğul olsanız, daha sonra get-gedə bu sizin üçün asanlaşacaq. Amma dediyim kimi mütləq şəkildə məşğul olmaq lazımdır. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.